Salam aleyküm dostlar. Bugün sizlere Red Dead Redemption telefonunuza yükleyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Bu modda versiyada, yəni heç bir Netflix hesabı tələb olunmur və sadəcə APK üzərindən oyunu yükləyib qurub oynaya biləcəksiniz. Bu orijinal bir moddur, yəni bunda mod menü yoxdur. Amma növbəti versiyalarda yəni mod menü eləmək mümkün olsa, onda yəni yeni versiya paylaşacağam. Buradan sizə ilk öncə göstərim qrafik zad ayarlarını. Çünki bu bölmələr videonun axırına düşdüyünə görə çox adam baxmır. Ona göre onu ilk önce göstereyim. Buradan Options'a gireceksiniz. Buradan da Display'a girirsiniz ve buradan istəsəz görüntünü şey belə deyək də, Prexrite, yəni açıq da, aydınlaşdırmadır. Sonra burada nə var? Bax qrafiks ayarlar. Qrafiks ayarını dəyişə də bilərsiniz. Məndə prosta nəyəsə görə dəyişmir. Ola bilsin ki, telefonun gücü ora qədər çatmır, ya nəsə fərqli bir problem var deyə bilmərəm, amma dəyişmir. Buradan amma istəsəz 60 FPS eləyə bilərsiniz. Buradan bunu bilmirəm nə ayardır. Motion blur. İstəsəz ətrafı blur eləyə də bilərsiniz. Burada da bu bilmirəm full screen. Bu da full screendir. Buradan da yenə touch bölməsinə girirsiniz. Buradan yaddaşa vuraq. Touch bölməsi. Burada button layout'a tıklayırsınız. Buradan da edit'ə basırsınız. Buradan yes. Buradan butonları istədiyiniz yerə dəyişə bilərsiniz və üzərinə bir dəfə basanda buton böyüyür. Bax belə böyüdüb balacalaşdıra da bilərsiniz. İndi mən oyunu tamamilə siləcəm və sizinlə birlikdə oyunu təkrar quracağam. Baxın, oyunu silirəm. Baxın, ilk öncə sizə deyim ki, oyunu necə yükləyə bilərsiniz. Oyunu deməli bu videonun rəy bölməsinə, yəni kommentlər bölməsinə videonu sabitləmişəm, linki sabitləmişəm. Girib oradan oyunu yükləyəcəksiniz. Mən burada oyunu yükləmə göstərmirəm, video boyqot düşməsin deyə. Siz girin oradan, yəni bu videonun rəy bölməsindən oyunu yükləyin. Və orada sizdə bir şifrə istəyəcək. Şifrəni türkçə klaviatura, bax yəni təkrar edirəm, Azərbaycanca yox, türkçə klaviatura qoyacaqsınız və bütün hərfləri kiçik olaraq yazacaqsınız və o sizin şifrəniz olacaq. Və oyunu necə qura bilərsiniz indi sizə onu göstərim. Buradan ilk öncə açacaqsınız Play Marketi, girirsiniz Play Marketə. Buradan axtarış yerinə basırsınız, yazırsınız. Zarxiver. Bax bunu verirsiniz axtarışa. Bunun da üzərinə basırsınız, bax yaşıl proqram çıxdı, Zarxiver, Z yazılan. Basırsınız üzərinə, bu proqramı yüklüyorsunuz telefona. Telefona yükləyəndən sonra buradan aç düyməsini basırsınız. Sizdən müəyyən icazələr istəyəcək. O icazələr verəndən sonra düşürsünüz aşağı. Burada görürsünüz bax yazılıb download. Bu download bölməsinə girirsiniz. Buradan yüklədiyiniz faylı tapırsınız. Baxın. Mən hara qoymuşam. Baxın, mən tapdım. Bax, RDR Mobile by Rezuhax. Bax, bunun üzərinə basırsınız. Buradan da görüntüləməyə basırsınız. Buradan da bir dənə papkanın üzərinə basırsınız. Görürsünüz, burada 2 dənə fayl var. Bir APK var, bir də data var. Bax, ilk öncə buradan datanı qurmalısınız. Bax, bu datanın üzərinə basırsınız. Buradan aşağıdan indirə basırsınız. Və burada sizdən bir şifrə istəyəcək. Şifrəni bayaq dediyim kimi kiçik hərflərlə və türkçə klaviatur olmaqla yazacaqsınız. Və şifrəni burada videoda sizə aşağıda görəcəksiniz, qırıq-qırıq xəttlər var. Hər bir xəttin üzərində bir belə deyək də hərf görsənir. Və toplam bütün hərfləri toplayacaqsınız videoda, bütün hərfləri. Və bura yazacaqsınız. İndi mən yazım. Dediyim kimi ilk öncə datanı quracaqsınız, daha sonra APK-nı quracaqsınız. Amma bu videonu diqqətlə izləyin ki, burada datanı qurandan sonra dataya giriş eləməlisiniz və gözləməlisiniz. İndi gözləyək data birinci yüklənsin. Baxın, yükləmə bölməsi gəldi. Bax, RDR data yüklə. Buradan yükləyə basırsınız. İlk öncə datanı yüklüyorsunuz telefona. Baxın, data yüklənəndən sonra buradan aç düyməsinə basırsınız. Buradan anladıma basırsınız və buradan izin verə basırsınız. Və burada beləcə görürsünüz, heç nəyə toxunmayın. Gözləyin ki, özü bu yüklənəcəkdir. Burada faiz gələcək, 7 olacaq, 50 olacaq, 60 olacaq və özü avtomatik sizi qaytaracaqdır geriyə. Bax, indi mən burada gözləyirəm və ekranda heç nəyə toxunmuram.
Görürsünüz bax özü yükləndi və sizi atdı geriyə. Atandan sonra indi növbət dəfə yenə RDR APK yazıb. Onun üzərinə basacaqsınız. Yenə indirə basacaqsınız. Şifrə yenə eynidir. Yenə şifrəni yazacaqsınız. Tamama basacağız və gözləyəcəksiniz ki, bu dəfə də APK yüklənsin. Baxın, gördüyünüz kimi burada güncəlləmə gəldi. Buradan güncəlləməyə basacaqsınız və gözləyəcəksiniz ki, öz APK tam yüklənsin və güncələnsin. APK da güncələndikdən sonra artıq şey edə bilərsiniz. Buradan aç düyməsini bastınız. Şu. Daha şu oyun açılacaqdır. Gördüyünüz kimi dostlar, oyunumuz açıldı və videomuz bu qədər idi. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.